Salam əziz uşaqlar. Bugün mən sizin üçün çoxluq bölməsinə aid 2 dənə sualın izahını çəkəcəm. Deməli, bizə 80-ci sualda nə deyir? Deyir, hər bir tələbənin ingilis və rus dilindən heç olmasa birini bildiyi bir qrupda ingilis dili bilən tələbələrin bütün tələbələrin 70%-ni, rus dili bilən tələbələr isə bütün tələbələrin 40%-ni təşkil edir. Yalnız ingilis dili bilən 12 tələbə varsa, yalnız rus dili bilən neçə tələbə var? Deməli, nə edirik? Bu tapşırıqları, deməli biz Venn diaqramı ilə həll edəcəyik. Hər ikisinin ortağı 0, deməli 70% ilə 40%-in ortağı, yəni hər iki dili bilən olacaq neçə? 10%. Yəni 10% ədədə çevirsək 0,1x eləyir. Və bizə deyir ki, ingilis dilini bilən, bura ingilis yazsaq, burada rus yazsaq, deməli ingilis dili bilən 70%-dirsə, onun 10% ortaqsa yerdə qalır 6%. 60%. 60% də ədədə çevirsəm 0,6x. Digər isə rus dilini bilən 40% idi. Mən 40%-i ədədə çevirib ortağını da ondan çıxsam, yerdə qalacaq 0,3x. Və mənə deyir ki, yalnız ingilis dili bilənlərin sayı 12-dir. Yəni yalnız ingilis dili bilənlər burada 0,6x-dir. Bu 12-dirsə, mən buradan x-i tapa bilərəm. X bərabərdir 12 bölünsün 0,6. Yəni 120 bölünsün 6, o da eləyəcək 20. X-i 20 tapdıq. Əgər x-i 20 tapdıqsa, bizdən nə soruşur? Yalnız rus dili bilənləri soruşur. Yəni 0,3x. Yalnız çünki rus dili bilənlər 0,3x-dir. O da eləyəcək 0,3x-i mən 20-yə vursam, yəni 0,3 20-yə vursam eləyəcək 6. Yəni mənim yalnız rus dili bilən neçə tələbəm oldu? 6 tələbəm. Keçək deməli 81-ci sualın izahına. 81-ci sualda bizə nə deyir? Baxaq. Burada da deyir ki, voleybol, şahmat və üzgüçülük idman növündən heç olmasa biri ilə məşğul olan şagirdlərin sayı haqqında məlumat diaqramda verilmişdir. Deməli, bütün şagirdlərin 48%-i bu idman növlərindən yalnız ikisi ilə məşğul olursa, yalnız bir idman növü ilə məşğul olan şagirdlər bütün şagirdlərin neçə faizini təşkil edir? Deməli, biz burada gəl əvvəlcə bütün şagirdlərin sayını tapaq. Yəni, ümumi şagirdlərin mən sayını tapsam, ümumi neçə nəfər olacaq? Deməli, x, 2x, üstə gəl, kənardakıları da toplasam 6, 4, 10, deməli 17, 22, 23, deməli 24, 25, 26, 27, 28 nəfər. Deməli, plus 28 nəfər mənim ümumi şagirdlərimin sayı oldu. Yalnız ikisi ilə məşğul olanlar isə, baxaq gör sayı neçədir? Yalnız ikisi ilə məşğul olanlar isə x, deməli, plus 13 olacaq. Yalnız x ilə məşğul olanlar x plus 13. Deməli, bunların da sayını tapsaq, deməli, x plus, yəni, bax, budur, bax, yalnız x ilə məşğul olanlar x plus, deməli, 2, 7, üstə gələcəm, deməli, 6-nı eləyəcək x plus 13. Və mənə deyir ki, bunların yalnız, deməli, bölsəm bütün şagirdlərin sayı, yəni 48% eləyir. Yəni 48 bölünsün 100. Bunda deməli 4-ə ixtisar eləsəm 25-dən 12 çarpaz vurub həll eləyəcəm. 25x üstə gəl, deməli 13 vurulsun 25 bərabərdir 24x üstə gəlinsin 28 vurulsun 12. Buradan da x-i hesablayıb tapsam, deməli eləyəcək 11. Əgər x-im 11-dirsə, indi məndən nə soruşur? Ümumi şagirdlərin sayını tapsam, ümumi nə qədər idi? Deməli, 2x üstə gəlsin 28, yəni 2 vur 11 üstə gəl 28, bu da eləyəcək 50. Ümumi şagirdlərimin sayı olacaq 50. Və məndən nə soruşur? 50. Ümumi şagirdlərin sayını buradan yazsam 50. Mənə deyir ki, yalnız bir idman növü ilə məşğul olanlar. İndi yalnız bir idman növü ilə məşğul olanlar isə, deməli, bax, bunlardır. Yalnız bir. Yəni, x plus 1 üstə gəl 7 üstə gəl 4. Bu da eləyəcək
50-də x plus 12 vurulsun 100% getsə 2. Mən x-i da 11 tapmışdım. 11 üstə gəl 12 eləyəcək 23. 23-ü də vursam 2-yə eləyəcək 46%. Yəni mənim doğru cavabım olacaq 46.